Salam, sabah xeyir. Oxuculardan bir nəfər mənə mesaj bağlamışdı ki, bir qadındır, yəni anadır. Yəni yazdığınız əsərləri oxuduqdan sonra yəni hətta övladıma get çörək al deməyə biraz ona görə belə ehtiyat edirəm ki, nə vaxtsa belki hardasa yanlışa yol vermişəm, bəlkə nə vaxtsa kobuddan uçmuşam deyə bu yumuşaq davranışı ilə hardasa öz fikrimdə, düşüncəsində, öz qəlbində günahlarını yumağı düşünür. Təbii ki, mən ona indi öz fikrimlə, öz düşüncəmlə tövsiyə elədim ki, yəni hətta o dərəcədə də olmaz axı. Mərhəmətli, rəhmli olmaq lazımdır, amma o dərəcədə həddindən çox yumuşaq olmaq olmaz uşağa qarşı. Bu da bir tərəfdən bunu nəyə görə deyirəm? Bir tərəfdən çox sevindiricidir mənim üçün ki, yəni oxucunun qəlbində çox böyük bir təsir qoyub mənim yazdıqlarım, mənim əsərlərim. Flomasteri oxuyan bir qadın övladına qarşı belə bir fikrə, belə bir düşüncəyə malik oldusa, bu mənim üçün böyük bir uğurdur. Çox sağ olun, təşəkkür ederim.